Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Rövşənə Ağayeva sizlər üçün faydalı izahlara davam edirəm. Bugün toxunacağım məsələ bəzi frazoloji birləşmələrin eyni zamanda həqiqi məna ifadə edə bilməsidir. Elə ekranda gördüyünüz söz götürmək ifadəsi də məhz bu cür ifadələrdəndir. Yəni biz söz götürməyi həm həqiqi, həm də məcazi mənada işlədə bilirik. Ay müəllim, necə? Birazdan deyəcəm. Gəlin əvvəl ekranda yazdığım bu üç ifadəyə baxaq. Dostlar, ekranda gördüyünüz yerə salmaq, yanıb tökülmək və ayağından çəkmək ifadələri həm sərbəst söz birləşməsi, həm də sabit söz birləşməsi kimi işlənə bilir. Necə? Gəlin baxaq. Yerə salmaq məcazi mənada, yəni frazoloji birləşmə kimi kiminsə tələbini, kiminsə istəyini, kiminsə arzusunu yerinə yetirməməkdir, icra eləməməkdir. Həqiqi mənada isə məsələn, o yeni aldığı xalını yerə saldı. İndi keçək yanıb tökülmək ifadəsinə. Yanıb tökülmək ifadəsi məcazi mənalı birləşmə kimi, yəni frazoloji birləşmə kimi hifzlənmək mənasını verir. Məsələn, deyirəm ki, o 99 bal topladığı üçün yanıb töküldü. Çünki maksimuma 1 bal qalmışdı. Maksimum bal toplamaq istəyirsinizsə, gecikmədən mənim qruplarıma qoşulun. Davam edirik. Yanıb tökülmək bəs necə həqiqi mənada işlənə bilər? Yanıb tökülmək həqiqi mənada, məsələn, deyərəm ki, İraq olsun. Kəndimizdə filan kəsin evi yanıb töküldü, yəni yandı, töküldü, məhv oldu. İndi keçək ayağından çəkmək ifadəsinə. Ayağından çəkmək ifadəsi də həm sərbəst, həm də sabit söz birləşməsidir. Sabit söz birləşməsi kimi, yəni frazoloji birləşmə kimi ayağından çəkmək, yəni mane olmaq, paxıllıq eləmək mənasını verir. Kiminsə uğurlarını görürsən və onun ayağından çəkmək istəyirsən, onun uğuruna mane olmaq istəyirsən. Ətrafımızdan və ətrafınızdan bu cür insanlar kənar olsun inşallah. Ayağından çəkmək ifadəsi eyni zamanda həqiqi mənada bildirə bilər. Məsələn, iki uşaq savaşır, biri tutur o birisinin ayağından çəkir və o yıxılır. Bəs yaxşı, söz götürmək necə? Mən söz götürməyi necə həqiqi mənada işlədə bilərəm ki? Hələ gəlin baxaq görək söz götürmək hansı məcazi mənanı ifadə edir? Gəlin kontekst daxilində baxaq. Deyirəm ki, Akif usta söz götürməyə xoşlamır. Bu nə deməkdir? Bu deməkdir ki, yəni Akif usta müdiri tərəfindən danlanmağı, müdiri tərəfindən qınağa məruz qalmağı, müdiri tərəfindən tənqid olunmağı xoşlamır. Həqiqi mənada necə bilirəm, hər birinizi maraqlandıran məhz budur. Dostlar, həqiqi mənada söz götürmək lüğətdən söz götürmək mənasını ifadə edir. Məsələn, müəllim mənə tapşırır ki, lüğətdən A hərfi ilə başlayan 5 söz götür və onu cümlədə işlət. Burada söz götürmək, yəni lüğətdən söz götürmək həqiqi məna ifadə eləmiş olacaq. Bəli, doğru eşitdiniz. Lüğətdən söz götürmək həqiqi mənalı ifadədir.